Verirəm xanım Zeynəb hörmətinə hamımızın çətinliklərimizi həll elə, hamımızın hacətlərimizi rəva elə, aqibətimizi xətmə bi xeyr elə, İzzətin xatirinə izzətimizi əlimizdən alma, ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Canan verirəm Hüseynüvə, dinüvə hər vasitə ilə xidmət göstərənlərin dünya axirətlərini abad elə. İslama, müsəlmanlara, bu xalqa xəyanət eləyənləri zəlil elə, düşmənlərimizi tezliklə zəlil elə. İşğaldan torpaqlarımızı azad eləmək uğrunda canını fəda eləmiş əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Onların ruhun bizə duaçı qərar ver. Qiyamət günü bizə onların şəfaətindən binəsib eləmə. Yaralılarımız var, qazilərimiz, hələ də müalicə olunanlar var. Canan verirəm, bugünün hörmətinə hamısına şifaya acil mərhəmət elə. Ordumuzu, əskər zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Bayrağımızı dünyanın hər yerində uca elə. Bir daha məndən dua istəyənlər var, bu məclisdə iştirak edənlər, evlərdən bu söhbəti dinləyənlər, qoşulanlar, hamısının ürəklərində nə hacətləri var, sənan verirəm Həzrəti Zeynəbin sənin yanında olan məqamının hörmətinə hamımızın hacətlərimizi rəva elə. İmam Zaman ağanın zuhurunu tez elə. Haqqı Muhammedin və aleyh və bil-Fatihə məs-salavat.